Amerika Birləşmiş Ştatları və İran arasındakı müharibənin bir ay tamamında İranın ali rəhbərindən gözlənilməz təklif gəldi. İddialara görə Möçtəbə Xameneyi İraq xalqına və dini liderinə bu savaşda Tehrana verdiyi dəstəyə görə təşəkkürünü bildirməklə ABŞ və İsrailin məğlub ediləcəyi təqdirdə İraq və İranın vahid dövlət olması təklifi ilə çıxış edib. Doğrudanmı regional yaxınlığı olan bu iki ölkə iddia edildiyi kimi vahid dövlətə çevrilə bilər? İran'ın demografik yapısı ve Irak'ın demografik yapısı buna müsait değildir. Bununla beraber 1980-1988 döneminde yaşanan Irak-İran savaşı hala dimağlarda yaşamaktadır ve bu savaşın içerisinde yer alanlar hala hayattadır. Bununla beraber Necef dini liderleriyle İran'ın velayeti fakih mantığının birbirleriyle uyuşmaması ve yönetim şekilleriyle dünyaya bakış açılarının da buna müsait olmadığının hatırdan çıkartılmaması gerekir. Bununla birlikte Irak-İran birleşmesi yönetimsel olarak kabul edilse bile vatandaşların, halkların bunu onaylamayacağının da hatırdan çıkartılmaması gerekir. Ekspert onda əlavə etdi ki, əgər belə bir birləşmə reallaşarsa, Körfəz blokunda sərt qruplaşmalar yaranacaq və belə bir amil fərqli qarşıdurmaların yaşanmasına səbəb olacaq. Lakin analitikin fikrincə, İraq və İran fərqli bir formatda birləşə bilər. Irak ve İran'ın ancak ekonomik olarak birleşebilecekleri, ekonomik olarak entegrasyonun müsait olduğu söylenebilir. Kaldı ki İran Cumhurbaşkanı Pezeşkiyan geçtiğimiz aylarda bu konuda zaten açıklamalar yapmıştı. Irak ve İran'ın ekonomik entegrasyon ve ticaretin birlikte yürütebilecekleri yönündeki açıklamaları olabilirliğini söyleyebiliriz. Fakat ülke olarak bir blok olarak birleşmeleri gerçeği yansıtmayacaktır. Olsa bile bunun artıları ve eksileri eksi yönünde daha fazla ağırlık bastığını söyleyebiliriz ki hem ülke halklarının hem bölge dinamiklerinin ve bölge ülkelerinin buna bakış açılarının negatif olacağını ve yeni çatışmaların ortaya çıkabileceğini de düşünmemiz gerekir. Deməli, İran və İraqın vahid dövlətdə birləşməsi təklifi dəstəklənə biləcək geosiyasi konsepsiya deyil. İki ölkə əsasən müsəlman kimliyinə sahib olsalar da, fərqli milli kimliklər və müharibə keçmişi səbəbi ilə onların vahid dövlətdə birləşməsi mümkünsüzdür. Ümumiyyətlə, İraqın əsas siyasi hədəfləri öz kimliyini qorumağa yönəlib. Bir çox İraqlı həm İranı, həm də Amerika Birləşmiş Ştatlarını xarici müdaxiləçi kimi görür. Eləcə də bölgə dövlətləri İranın proksi qüvvələri tərəfindən döyüş meydanına çevrilməsindən də narahatdılar və bu ölkəni öz suverenliyini qorumağa çağırırlar. Ümumiyyətlə, İraq və İranın birləşməsi təklifi beynəlxalq münasibətlər üzrə ekspertlər tərəfindən suverenliyə müdaxilə cəhdi kimi qiymətləndirilir.